Nə qədər günəş görsəniz də və nə qədər əlavə preparat qəbul etsəniz də, bədən onu istifadə edə bilmir. Vitamin səviyyəsi yox, onun aktiv formaya keçməsi vacibdir. Təsəvvür edin, evdə böyük bir su kəni var. Su doludur, amma krandan su gəlmir. Vitamin D-niz də elədir. Əgər analizdə yüksək görünürsə, bədənin onu hələ istifadə edə bildiyi anlamına gəlmir. Çünki vitamin D əvvəlcə dəridə sintez olunur. Amma sonra qaraciyər və böbrəklərdə aktivləşir, metaboliz olunur. Əgər bu mərhələ zəifdirsə, nə qədər günəş görsəniz də və nə qədər əlavə preparat qəbul etsəniz də, bədən onu istifadə edə bilmir. Ona görə də bəzən analizdə yüksək vitamin D görünür, amma insan yenə də yorğun, əzələ zəifliyi, sümük ağrıları və immun zəifliyi hiss edir. Bu tıxac, böyrək funksiyası, qaraciyər metabolizması, iltihab, insulin dirənci və hətta digər hormon balansı ilə də bağlı ola bilər. Yəni vitamin səviyyəsi yox, onun aktiv formaya keçməsi vacibdir. Bu qaydanı yadda saxlayın. Vitamin D göstərişinin yüksək olması hələ onun işləməsi deyil. Bu rəqəm deyil, metabolik prosesdir. Bəs siz sonuncu dəfə vitamin D-ni nə vaxt yoxlamısınız? Şərhlərdə D vitamini rəqəmlərinizi qeyd etməyi və istifadə etdiyiniz vitamin dozasını qeyd etməyi unutmayın. Özünüzə yaxşı baxın.